Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri. Bərbad bir video ilə daha qarşınızdayım. Dostlarım, yəni ki, dünən gecə saat 1, 2, 3 civarlarında bazarın çox amma çox böyük düşüşünü yəqin ki, bir çoxunuz yatmamışdınız, gördünüz. Yəni düşünün ki, bir çox valyuta, yəni nə qədər deyim, 90%, 80%, hətta və hətta 99%-lıq belə düşən valyutalar oldu. Onu da qısaca sizlərə bu şəkildə göstərim. Bu DXY valyutasıdır yoldaşlar. Bilmirəm bunu bilirsiniz ya yox. Yəni dünən düşünün ki, 13 dollardan nə qədərə? 13 sentə qədər düşdü. 13 dollardan 13 sentə qədər. Nəinki bu? Sui valyutası 3 dollar 40 sent civarlarından birbaşa 57 sentə qədər düşdü. Yəni ki, belə deyim, bizlərin çoxu kriptovalyutaya yatırım etdiyimizə görə əlimizdə çox da boşda USDT yox idi. Yəni dübarədə əlimizdə yatırım etdiyimiz miqdarlar bir sözlə batmış şəkildə idi. Yəni bildiyiniz spot və ya açdığımız əməliyyatlar hamısı dayanmadan, yəni spotun özü belə liqə gedir da kişi, yəni vəziyyət eləyidi. Yəni düşünün ki, spotdakı valyutalar belə sıfırlanırdı. Təbii ki, dostlarım, qısaca bu o deməkdir ki, bazarda çox böyük balinaların olduğunu biz gördük bununla da. Yəni ki, bir gecəyə də yox, saatlar içində bütün market kəpi adamlar öz əllərində saxlayıb və saatlar içində yəni bizləri kül edə bilərlərmiş ki, yəni bunu sizi bilmirəm yoldaşlar. Yəni hal-hazırda bu videonu yəni 5 dollarlıq bir büdcə ilə çəkirəm. Yəni düşünün ki, artıq mənim açdığım bütün pozisiyaların hamısı sıfırlandı. Bütün birjalarda olan yatırımlarımız falan bir sözlə və aldığımız bəzi valyutalarda bir sözlə sıfırlanmış kimi bir şeydir. Dünən dostlarım, Tesla da 22%-lıq, hətta daha çox idi. Bunlar da toparlanmağa başlayıb, yoxsa hələ ki toparlanmayıblar. 22%-lıq düşüş oldu Tesla'da, Netflix'də də, Apple'da da 8%-lıq və digər Nasdaq'a aid necə deyim, yatırım növlərdə çox ciddi şəkildə düşüşlər yaşadı. Niyə? Bu Trump, şərəfsiz Trump, belə deyim, dünən Çinə %100%-lıq bir vergi qoydu. Başa düşdünüz? Yəni bunu açıqlayan saniyəsi, %100%-lıq vergini açıqlayan saniyəsi Çinə ümumi bazar bu vəziyyətə gəldi. Yəni təkcə kripto bazarı yox, digər bazarların hamısıdır. Çox amma çox sərt qırılmalar oldu. Azdan çoxdan valyutaları sizlərə göstərdim. Hansı valyutalar? Düşünün ki, 10-12 dollarlıq bir ədəd bir valyutanın qiyməti 12 dollardır. Qiyməti düşdü nəyə? Avtomatik 10 sentə. Və adlarını saymadığımız digər valyutalar da. Burada məsəl üçün çoxsu toparlanmaqla. Ancaq yoldaşlar, çox pis bazar bəli dibə vurdu. Yəni mən yenə də deyirəm, həyatım boyu belə bir şey görməmişdim. Yəni bu da qısaca yenə də deyirəm, balinaların əllərində çox böyük miqdarlar var. Çox böyük tokenlər var. Sadəcə və sadəcə necə deyim, səbir. Yəni bu tərz düşüşlər olanda bu həqiqi mənada görmədiyimiz bir düşüş idi. Ancaq belə bir şeylər olanda da yenə də yəni səbrinizi çalışın, qoruyub saxlayın. İnşallah ki, biz də bu yaxın zamanlarda təkrardan toparlanarıq.